Salam dostlar, bugün bizim Siemens PCS 7 hakkında növbəti dərsimizdir. Bu biraz teoretik, biraz da praktik olacaq. Burada end blokunun işləməyi və simülyasiya olmasını göstərəcəm. Və bu dərsdə bizim simülatordan, Simod simülatoru var, bundan istifadə qaydasında izah edəcəm sizə. Birinci, biraz teoretik məlumatlardan bölüşmək istəyirdim. Yəni, əməliyyat sistemi, istənilən çəpunun içində əməliyyat sistemi var, hansı ki OB bloklarını idarə edir. Əsas blokumuz OB1 blokudur və əməliyyat sisteminin işlənməsi bu blokdan başlayır. OB35 və OB40 blokları əsas istifadə olunan bloklardan biridir. OB35 bloku, məsəl üçün, siz istəsəz ki, 1 saatdan 1 ya yarım saatdan bir hər hansı bir əməliyyat geçsin, OB35-dən istifadə edirsiniz. OB40 bloku da isə interrupt blokudur, yəni hər hansı bir avadanlıqdan sizə məlumat gəlsə, siz hər hansı bir əməliyyat eləyəsiniz. Məsəl üçün, valv açılanda istəsəz ki, lampa yansın, yaxud da OBC valv başlasın işləməyə, ya motor başlasın işləməyə, OB40 blokundan istifadə edə bilərsiniz. OB1 bloku da əməliyyat sistemi OB1 blokunu çağırandan sonra OB1 bloku özündə olan funksiyaları və funksiyaların içində olan funksiyaları çağırır. Rus dilində məsəl üçün bir funksiyanın içində 2 dənə funksiya varsa, ona deyirlər glubina 2, glubina vızıva 2, yəni dərinli 2 və bu funksiyalar öz əməliyyatını yerinə yetirəndən sonra artıq idarə etməyə qaytarırlar onu çağıran funksiyaya. Ümumiyyətlə, PLC işləməyə başlayanda birinci OB1 bloku işləyir və OB1 bloku birinci siklın başlanğıcında, deməli, yadınızdadırsa, biz danışırdıq image-dən, image ölçür, yəni input image-in və blok qutaranda isə həmən dəyərləri yazır çıxış imicinə və çıxış imici isə öz növbəsində artıq çıxış fiziki siqnallarına yazır və bu sikl hər dəfə davam edir. Hər dəfə skan gedəndə, yəni fiziki çıxışlar yazılır bu imicin içinə və bu imicdən sonra sikl qutaranda çıxışlara yazılır dəyərlər. Və keçək bizim proqrama. Proqramda biz nə edəcəyik? Yeni bir proyekt yaratmışam. Sizdə yaratmaq üçün yenidən yadınızdadırsa New Project Wizard. Burada Next'i basırsınız. Burada Single'ı seçərsiniz. Burada da 0 qoyun. Bizə şəbəkə lazım deyil. Dərs üçün. Next'i basırsınız. PCS 7 OS və burada da seçərsiniz 1 ki tez alınsın, tez başlasın. Deməli, qaydırıq OB1 blokuna. Bəli, OB1 bloku açıldı və burada da View-da seçə bilərsiniz. Ladder-da olsun, STL-da olsun ya da FBD-də olsun. Biz FBD istifadə edəcəyik. Logic-də AND Logic-in istifadə edəcəyik. Tak. Bu açıqdır bizdən, bəli. Bunu yazdıq. İndi isə dostlar, burada baxaq, görürsünüz bizdə deməli, bu iki düymə basılanda biz istəyirik ki, bu Q46 işləsin. Bunu birbaşa da adresinə yaza bilərik və yaxud da simvollardan istifadə edə bilərik. Simvollardan istifadə etmək üçün biz qaydırıq bizim bloka və burada symbols bölməsini açırıq. Burada yazaq, məsəl üçün, BTN1, button 1, istifadə edəcəyik I07 və BTN2 istifadə edəcəyik I0.6 və çıxış üçün lampa yazacağıq, lamp Q4.6 Enter basırıq və bunları buradan götürmüşəm də biləsiniz. I07-dən üzü 00-a kimi gedir. 7, 6, 5, 4, 3, 2, 1, 0 və Q06-ını da buradan götürmüşəm. Bunu save edirik və qaydırıq bizim
bloka. Tak, bizim bloka qayıdıq və burada artıq insert symbol eləsəz, insert symbol, burada bizim simvollar çıxacaq. Və burada da eyni cür insert symbol, button 2, enter və çıxışını da verəcəyik deməli lamp simvoluna. Insert symbol, burada da lampı seçirik, enter basırıq və bunu keçirdirik. Deməli bunu save edək. Birinci save. Tamam, blok yeniləndi. Bağlayaq və yükləyək bizim PLC-nin içinə. İlk öncə simulatora start verək. Download. Yes. Oku basırıq. Download. Basırıq və gözləyirik. Yes düyməsini basırıq. Və simulator artıq randadır. Qayıdırıq bizim OB blokuna. OB blokunda isə tamam bastıq və indi isə bizim simodu qoşuruq bizim simulatora, test edirik. Basırıq F1-i, görürük bizdə dəyər dəyişir. Baxın, mən də kompüterdə basacağım F1-i. Görürsünüz, dəyişir burada da dəyər. Simulasiya demək işləyir və F2-ni basırıq. F2-də də dəyişir dəyər. Və hal-hazırda 2 düyməni birdə basıram, bir yerdə basıram və görürsünüz lampa yanır. Yaxud da birini burada basıram, birini də kompüterdə basıram və lampa işləyir. Bu sadə simulyasiyadır dostlar. Bundan istifadə edə bilərsiniz. Hər hansı bir test edərsiniz. Burada yəni simulatorlarımız çox deyəndə ki, hələ ki bunlardır, amma artıracağıq bunu gələcək üçün. Bugünkü dərsimiz bu qədər. Çox sağ olun, təşəkkür edirəm hamınıza.